2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində cərimə protokolu tərtib edilib. 2344 nəfər isə inzibati qaydada həbs olunub. Bu barədə məlumat Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əksini tapıb. Qeyd olunub ki, onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbih tədbirləri tətbiq olunub. 2344 nəfər isə inzibati qaydada həbs edilib. 2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 təqdimat verilib. Onlardan 235 təqdimat əsasında cinayət işi başlanılıb. 3 təqdimat üzrə cinayət işinin başlanması rədd edilib. 48 təqdimat növbəti hesabat dövrünə keçib. Bundan başqa 2025-ci ildə mediasiya təşkilatlarına ümumilikdə 49532 müraciət daxil olub. Daxil olan müraciətlərdən 44451 müraciət ailə mübahisələri, 4136 müraciət əmək mübahisələri, 157 müraciət kommersiya mübahisələri, 781 müraciət isə mülki mübahisələr üzrədir. 2025-ci ildə mediatorlar tərəfindən ümumilikdə 8133 barışıq sazişi imzalanıb. Əldə edilən barışıqlardan 7394-ü ailə, 434-ü əmək, 42-si kommersiya, 257-si mülki mübahisələr üzrə müraciətlər üzrədir. 2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı 46219 olub.